İstedadların yarışı Solo Star. Axşamınız xeyir olsun, hörmətli televiziya tamaşaçıları. Xoş gördük sizin hər birinizi, mənim əzizlərim. Solo Star 3 yarışı artıq bugündən etibarən, bəli, başladı. Başladı mı? Hörmətli münsiflər. Xoş gördük sizin hər birinizi. Axşamınız xeyir olsun. Əsən müəllim, xoş gördük sizi. İlxan müəllim, Şaiq müəllim, Elçin müəllim. Bugün bizim fəxri qonağımız var. Dəyərli şairəmiz Rəsmiyə xanım. Xoş gəlmişsiniz proqramımıza. Əhval-ruhiyyə necədir? Çox əladır. Maşallah olsun. Dünən həqiqətən də çox bir gözəl açılış oldu. Mən buradan bütün xalqımızı salamlayıram. Bizi izləyən televiziya tamaşaçılarını salamlayıram və hər birinə demək istəyirəm ki, bizim bu gənclərimizə dəstək olsunlar və bu gözəl verilişimiz də uğurlu, xeyirli olsun. Başlayaq. Başlayaq ondan. Başlayaq və diqqətinizə çatdırım ki, əziz tamaşaçılarımız, Solo Star 2 yarışının iştirakçıları da bizi izləyirlər, dəyərli iştirakçılar sizi izləyirlər və sizə dəstək olacaqlar. Və mən ara sıra bizim iştirakçılarımızdan dəvət edəcəm. Çünki biz yadınızdadırsa İlxan müəllim, onların hər birinə söz verdik ki, Şaiq müəllim sizinlə, Elçin müəllim sizinlə bərabər söz verdik ki, biz tez-tez sizi proqramlarımıza dəvət edəcəyik. Və burada məqsədimiz odur ki, bizim efirimizdən, MTV Azərbaycanın efirindən digər qardaş kanallar da, digər proqramlar da, şou proqramlar, musiqili proqramlar da bu gəncləri görsünlər, tanısınlar və Azərbaycanın bu yeni səslərini öz proqramlarına qonaq olaraq dəvət etsinlər. Yəni bizim amacımız, məqsədimiz budur. Və bugün proqramımıza Solo Star 2 yarışının qalibi Aydan gəlib, xoş gəlib, səfa gətirib. Aydanı salamlayaq. Xoş gəldin qızım.
həsrətindən, sənin dərdindən. Çöllərə düşmüşəm, xəbərim varmı? Çıxa bilməyirəm mən arasına. Dillərə düşmüşəm, xəbərim varmı? Sənin həsrətindən, sənin dərdindən. Çöllərə düşmüşəm, xəbərim varmı? Çıxa bilməyirəm mən arasına. Dillərə düşmüşəm, xəbərim varmı? Son gedişin bir il oldu sevgilim. Saraldı günlərim, soldu sevgilim. Axı bizə də nə oldu sevgilim? Dillərə düşmüşəm, xəbərim varmı? Son gedişin bir il oldu sevgilim. Saraldı günlərim, soldu sevgilim. Axı bizə də nə oldu sevgilim? Dillərə düşmüşəm, xəbərim varmı? Çöllərə düşmüşəm, xəbərim varmı? Axır gözlərimdən yaşım sen kimi. Ay sevgilim, ömür gedir yel kimi. Mən əsri olmuşam sən kərəm kimi. Dillərə düşmüşəm, xəbərim varmı? Axır gözlərimdən yaşım sen kimi. Ay sevgilim, ömür gedir yel kimi. Mən əsri olmuşam sən kərəm kimi. Dillərə düşmüşəm, xəbərim varmı? Son gedişin bir il oldu sevgilim. Saraldı günlərim, soldu sevgilim. Axı bizə də nə oldu sevgilim? Dillərə düşmüşəm, xəbərim varmı? Son gedişin bir il oldu sevgilim. Saraldı günlərim, soldu sevgilim. Axı bizə də nə oldu sevgilim? Dillərə düşmüşəm, xəbərim varmı? Çöllərə düşmüşəm, xəbərim varmı? Aydan xoş gəldin gözəl qızım. Rana xanım, sizə çox təşəkkürümü bildirirəm. Dəyərli Elxan müəllim, şair müəllim, Elçin müəllim və qonaqlarımız. Sizə də uğurlar. Bəli. Aha. Rana xanım, Aha. çox sağ olun. İlk dəfə necə heyecanlıydım. necə Mikrofonu əllərim- gəl dəyişim. Gəl dəyişim gözəlim. Al. Aha, buyur. Aha. Aha. Buyur danış mənim gözəlim, danış. Hə, ilk dəfə bura gələndə necə əsirdimsə, valla danışa bilmirdim. Mən 5 ayda burada tamaşaçılarımıza da təşəkkürümü bildirirəm ki, mənə necə dəstək oldular. Mən burada necə heyecanlıydım. Həqiqətən də burada Elxan müəllim, Şahiq müəllim, Elçin müəllim, Nurani xanım çox dəstək oldu mənə. Hətta Təzəgül xanım da. İndi o Sağ vəziyyəti olsunlar. yaşayanlar yenə var qızım, narahat olma. Və inşallah heyecanlı olmayın, uğurlar arzulayıram. Siz qalibsiz, hər birinizi təşəkkür edirəm ki, yəni siz də məni dəvət etmisiniz. Nurani xanım çox sağ olun, var olun. Təşəkkürlər. Bir daha söyləyirəm, yolun açıq olsun. Aydan, gözəl qızım mənim, çox sağ ol. Dəvətimizi hər zaman qəbul et və gəl. Anana da məndən salamlar. Təşəkkürlər, təşəkkürlər, ehtiyatlı olun. Və qısa bir aradan sonra başlayırıq ifalarımıza. Əziz tamaşaçılarımız, davam edirik. Bu arada mənim təşəkkürlərim var. Globus xaricdə təhsil şirkəti haqqında sizə danışmaq istəyirəm. Hörmətli valideynlər və abituriyentlər, əgər siz də xaricdə təhsil almaq istəyirsinizsə və qardaş Türkiyədə olan çox önəmli, arzuladığınız universitetlərin birində təhsil almaq istəyirsinizsə, onda Globus xaricdə təhsil şirkəti sizə yaxından kömək ola bilər. Anar müəllimə müraciət edə bilərsiniz. Telefon nömrələrini ekranlarınızda görürsünüz. 050 830 90 10 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və diqqətinizə çatdırım ki, siz xaricdə təhsil
təhsil aldığınız müddətdə və qardaş Türkiyədə arzuladığınız universitetdə təhsil aldığınız müddətdə sizinlə əlaqədar olacaq xaricdə təhsil şirkəti olan Qlobus şirkəti və 4 il müddətində sizin bütün problemlərinizi öz üzərinə götürür, sizə himayədarlıq edir, sizə dostluq edir, doğmalıq, əzizlik edir mənim əzizlərim. Heç bir xaricdə təhsil şirkəti bu cür, belə deyim, etimadı göstərmir, dəyərli valideynlər. Ona görə siz də övladlarınızdan tam arxayın olmaq istəyirsinizsə, Qlobus xaricdə təhsil şirkətinə müraciət edə bilərsiniz. Anar müəllimə bizim abituriyentlərə, tələbələrə göstərdiyi bu gözəl ilgi üçün, yaxın ilgi üçün dərin təşəkkürümü bildirirəm. Və davam edirik, Solostardayıq. Bugün bizim ilk günümüzdür. İlk, belə deyim, bir nömrəli iştirakçımızdan istəyirəm başlayaq. Əziz tamaşaçılarımız, bir nömrəli bizim iştirakçımız Fərhad Mirzəyevdir. İlk olaraq xeyirli olsun deyək və Fərhadın ifası ilə başlayaq mənim əzizlərim. Axşamınız xeyir olsun, əziz, hörmətli televiziya iştirakçıları və müsiflər, hər birinizi salamlayıram. Çox sağ olun. Mən buradan gözəl sənətkarımız Qaybalı müəllimi salamlamaq istəyirəm və gözəl yazarımız, gözəl tarizan Vəzirxan müəllimi buradan salamlayıram və Məhəmməd Əli müəllimi salamlayıram. Eşq olsun deyirəm. Dəstək olun, həmişə var olasınız. Allah canınızı sağ olun. Təşəkkürlər. Fərhadın ifasını dinləyək, əziz Oxuyacağım mahnıda tamaşaçılarımız. gözəl sənətkarımız, pedaqoq, xalq artistimiz Arif Babayevin repertuarından Sevgilimə könül astım. Buyurun, buyurun. İlk ifamız gəlir. Solostar 3 yarışının ilk ifası. Sevgilimə könül astım, sevgilimə könül astım, eritti birinden beni, eritti birinden beni, verdeline bana kaçtı, verdeline bana kaçtı, helal ettiler beni, rüsva ettiler beni. Korkuram ki ehdinden bağrım alaşalaşam. Korkuyorum ki ehdinden bağrım alaşalaşam. Şana şanaya özü eşke yana yana, özü eşke
kara saçlarını yol bir de gel hastayım sana için tabibim aman görmem korkuyorum ki korkuyorum ki şanı şanı özü eşke yanına yana özü eşke yanına yana beğenmedi gidemedi rüsva etti edemedi beğenmedi gidemedi rüsva Teşekkürlər. Diqqətinizə çatdırım ki, əziz tamaşaçılarımız, bugün və digər bir gün biz bu 14 nəfər iştirakçımızı sizi daha, belə deyim də, yaxından tanış etmək üçün onların SMS-lərinə toxunmadan yalnız sizinlə tanış edəcəyik. Siz onları tək-tək tanımalısınız, səslərinə bələd olmalısınız. Ona görə elə bugün də gördüyünüz kimi bizim yarış iştirakçılarımız sadəcə olaraq tanıtımdadılar və özlərini sizə tanıtdırırlar. Axşamınız xeyir olsun Axşamınız Rənə xeyir. xanım. MTV vasitəsilə hər kəs salamlayırıq. Müsabiqəni izləyənlər və təbii ki, bu müsabiqəyə bələd olan insanlar. Yeni iştirakçılarımız bu günləri estafet götürürlər və qeyd eləmək istəyir ki, reglamenti qoruyaq. Çünki artıq efirimizin artıq yarım saatı gedib, bir saatı qalıb. Çox danışmaq və eyni mahnının ikinci bəndini oxumağa lüzum yoxdur məncə. Mən belə düşünürəm, ehtiyac yoxdur. Oxuyun və o vaxtdan istifadə edib 2 mahnı oxuyun, 3 mahnı oxuyun papuri şəklində. Bir də başqalarının vaxtına girməməyə şərti ilə açıq elan edib verişimiz bu günləri. Hər kəsi təbrik edirəm, hər kəsə uğurlar arzulayıram və təbii ki, Aydan qızımız da bir qalib kimi gəlib dedi ki, sağ əlimsin başınıza. Aydan gəlib məni dəvət elədi, mən açıqcası gözləmirdim. Artıq müsabiqə bitib, yenə o həyəcan vardı, onda əsirdi və elə birdən deyirəm, Aydan, müsabiqə bitib, sən qonaq kimi gəlmişsən, fəxri qonaq kimi. Təşəkkür edirəm Nurani xanım sizə, MTV-yə, yenə deyirəm, hər dəfə deyirəm ki, gənclərə yol açırsınız və deyirsiniz ki, bizim müsabiqəni tərk edən iştirakçılarımıza digər verilişlər dəvət eləsinlər. Allah sizi var eləsin, yaş ki varsınız, yaş ki dəstək olursunuz. Təşəkkürlər, eşq olsun MTV-yə. Hülya Əzizova bizim 6 nömrəli iştirakçımız buyursun. İlxan müəllimin dediyi sözlərdə həqiqət var. Əziz iştirakçılarımız bir-birimizin vaxtına daxil olmayaq. Bir mahnının bir bəndi, bir nəqarəti kifayətdir. Ortada Əhsən müəllim muğam olacaqsa, muğamları da əlavə edə bilərlər. Buyurun. Əzizim, ben görün nə deyirəm sizə. Biz proqramın əvvəlində də dedik, danışdığınız mikrofon bu mikrofondur, oxuduğunuz mikrofon digər mikrofondur. Buyurun. Əzizova Hülya, Qaynana filmindən Tofiq Quliyev, Məhəbbət Çırağı. Gözəl, buyurun. Gözəl həyat sevdim duyan ürəkdir. Mənim eşqim mən zərif bir çiçəkdir. Solmaz qardan, yağışdan, keçər qayadan daşdan, solar sərt bir baxışdan. Gözəl həyat sevən duyan ürəkdir. Mənim eşqim mən zərif bir çiçəkdir. Solmaz qardan, yağışdan, keçər qayadan daşdan, solar sərt bir baxışdan. Lay 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 lay, la 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 lay lay lay, la 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 lay lay lay, la 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 lay, lay 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 lay, la 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 lay lay lay, la 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 lay lay lay, la la la. Bir hoş sözdən bütün aləm
saçlarıma den düşer. Məhəbbətin dağılır, gözəllikdən yorulur, yolunda işıq aldım. Mən oldum. Bir hoş sözdən bütün aləm dəyişər. Aynı sözdən saçlarıma den düşər. Məhəbbətin dağılır, gözəllikdən yorulur, yolunda işıq aldım. Mən oldum. Lay 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 Güneş üzür məhəbbət tək alışır, kainata sevgisindən danışır. Solmaz qardan yağışdan, keçər qayadan daşdan, solar səhv bir baxışdan. Güneş üzür məhəbbət tək alışır, kainata sevgisindən danışır. Yollardan yağışdan, geçer qayadan daşdan, solar sert bir bakışdan. Lay 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 Teşekkürler Hülya Əzizova və növbəti bizim iştirakçımız gəlir. Emosiya azdı, emosiya. Azdı, emosiya azdı. Emosiya vermək lazım. İnək müəllim birinci dəfədir də bugün ifa Yox, edirlər. çox gözəldir, yox. Əladır. O növbəti iştirakçılara deyəndə emosiya lazım. Mən əgər bir iştirakçıdan xahiş edirəm, belə pozitiv mahnılar seçin. Çünki bilirsiniz, biraz biz də yorulmayaq və şux mahnılar olanda bizə də pozitiv saçır və biz də başlayırıq rəqs eləməyə. Bəli, Həmçinin və tamaşaçılar da. sözsüz ki, bizim hazırladığımız bütün bu yarışlar olsun, müsabiqələr olsun, sonuçta kimə xidmət edirik? Tamaşaçılara. Tamaşaçılarımız bizim proqramlarımıza baxanda onların könlü açılmalıdır, əhval-ruhiyyələri xoş olmalıdır və sizi görüb nə etməlidirlər? Sevməlidirlər, vurulmalıdırlar. Deməlidirlər ki, orada MTV Azərbaycanın efirində bir Səbuhi adında bir gənc vardı. Aman Allah, Rəsmi xan necə oxudu, necə gözəl oxudu. Və Səbuhi Rəsuli gəlir bizim 7 nömrəli iştirakçımız. Buyurun. Axşamınız xeyirli olsun. Hər kəsi salamlayıram. Ekran qarşısında əyləşən tamaşaçılarımızı və münsiflər heyəti. Rana xanım, sizi salamlayıram. Keçid alaq mahnımıza. Keçid alaq mahnımıza. Buyurun. Bu sevgidən qorxursan eybi yox. Bu sevgidən qorxursan eybi yox. Mən sevərəm ikimizin yerinə. Bu sevgi üçün bir gün dara çəksələr, mən gedərəm ikimizin yerinə. Gül deyirəm, gül qəlbinə deyirəm. Mən sənin üçün Tanrı yazan şeirəm. Dudaqların inciməsin deyirəm.
mən öpərəm ikimizin yerinə. Canım, ay qız çoxdandır çəkmirsən məndən nəzərim, həsrətindən ölürəm, yoxdur heç xəbərim. Çəkibdir qəsdimə cəllad kimi gözlərim, kaman bir tərəfdəndirsə yay bir tərəfdən. Durub qəsdimə cəllad kimi gözlərim, kaman bir tərəfdəndirsə yay bir tərəfdən. Həsrətindəyəm ey yar, gəl ey sevgili dilbər, səndən ayrı salıbdır məni o zalimə yar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zari gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zari gör necə bimar. Həsrətin yandıracaqdır pərvanələri, qoyma ginən kənarına biganələri. Açma ay qız zülfündəki şanələri, bağla ginən bir tərəfdən say bir tərəfdən. Açma ay qız zülfündəki şanələri, bağla ginən bir tərəfdən say bir tərəfdən. Həsrətindəyəm ey yar, gəl ey sevgili dilbər, səndən ayrı salıbdır məni o zalimə yar. Sən eşqin edibdir, onun eşqi edibdir bu aşıqı zari gör necə bimar. Onun eşqi edibdir, sənin eşqin edibdir bu aşıqı zari gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zari gör necə bimar. Sənin eşqin edibdir, sənin eşqin edibdir bu aşıqı zari gör necə bimar. Səbuhi Rəsuli bizim 7 nömrəli iştirakçımız. Təşəkkürlər Səbuhi və nə deyirsiniz? Gülnar xanımla davam edək. Mən burada timer qrup baxırdım əslində qalanda. neçə Görüm dəqiqə oldu? uşaqlar zarafat eləmirəm. Yəni Baxın, 3 dəqiqə 30 saniyə, 30 saniyə. Belə deyək də, o 30 saniyədə çıxsız danışmağınızda 3 dəqiqə hər bir bizə belə yox, belə bəsdir. Deməli, 3 dəqiqənin içində də gözəl mahnını ifa edib tamaşaçılara sevdirmək olar. Nurani xanım, mən işimi qəlbimi qırmaq istəmirəm. Birinci iştirakçımız da gözəl oxudu, Bəyən Fərhadın Hanımın ifasını. Amma zilləri, hə, mən ona çox gözəl, tövsiyə edirdim ki, mükəmməl. yəni, o andan istifadə edib, görürsünüz Elçin müəllim də buyurur ki, 3 dəqiqədən istifadə edib 2 mahnı oxuya bilərdiniz. Yəni, uzatmamaq şərti ilə. Gələn də 3 eləyəcək. O ki, qaldı Səbuhiyə. Səbuhi maşallah ilk gələn gündən mənim kimi al rəngləri sevir və pozitiv saçırdı. Elə bilirdim ki, belə olacaq, belə olacaq, pozitiv olacaq mahnısında. Dəyərli sənətkarımızın dəyərli mahnısını gözəl də ifa elədiniz. Rəsmiyə xanım, deyin görüm o pozitivdən sizə ötürə bilmişik. Hə? Əlbəttə ki. Onun elektrik enerjisi oturub burada. Onun mahnılarının sözlərini oxuyan. Xan da buradadır, başladı. Mən çox o qədər sevinirəm ki, nə qədər gözəl bizim istedadlarımız var. Bir-birindən gözəl oxuyurlar, maşallah. Bir-birindən gözəl. Maşallah. Hansını yəni ki seçə biləcəyim, mən özüm bayaqdan fikirləşirəm ki, kimi deyək ki, kimə səs verək? Kimə səs Kimə verəcək? səs verək? Kimə səs verək? Verəcəm. Rəsmiyə xanım düz vurğulayır. Solstar 2-də deyirik ki, ay gözəl, möhtəşəm ifaçılar var. Bugün deyirik ki, daha da möhtəşəmdir. Allah eləsin ki, televiziya tamaşaçıları 4-də desinlər, biz olduğu olmalı desinlər ki, maşallah, 3-dən də güclü bizim ifaçılarımız gəlir. Belə də olacaq. Çox gözəl və Gülnar Məmmədova ilə davam edirik. Bizim 9 nömrəli iştirakçımız, əziz tamaşaçılarımız. Bugün bizim iştirakçılarımız özlərini sizə tanıdırlar mənim əzizlərim. Bugün yalnız biz onların səsinə valih oluruq və tanıyırıq ki, belə bir ifaçı var. Elbisə, libas görürsünüz. Gözəl, mükəmməl. Buyurun Gülnar xanım. Mən də hər kəsi salamlayıram.
ekran qarşısında əyləşən, bizi izləyən tamaşaçılarımızı, eləcə də münsiflərimizi, Gözəl Nuranə xanım sizi, musiqiçilərimizi və yarışma iştirakçılarımızı. Təbii ki, həyəcan olacaq, həyəcansız Danışmağınız vaxtınızdan gedir Gülnar xanım. Biz sizi sevirik. Çox sağ olun. Təşəkkür Mən də çox sağ olun, təşəkkür edirəm. Oxuyun vaxtınızı. Sevgilim, söyləmə vəfasız mənə. Gözəl bir mahnı ilə. Sevgilim, söyləmə vəfasız mənə. Sevgilim, söyləmə vəfasız
Eşq olsun. Deyirəm ki, ay Gülnar, Maşallah. Allah bəlavı verməsin. Nə oyun çıxarsan qız, sən mənim ürəyim burada dayandı. Nurani xanım artıq onu istəyir ki, mən həyəcanla durub gedirdim artıq. Gözəl. Gülnar xanım, mən də deyim, həqiqətən. Bu seçim turu maşallah, həqiqətən də çox gözəl səslər gəlibdi. Sayənizdə. Heç bilmirdik Ən ki, gözəlləri bunların belə seçmisiniz. səsləri var. Biraz həyəcan oldu. Bu indiki repertuarlar həqiqətən də, bax Fərhad oxuduğu çox ağır repertuar idi. Hə, zildə. Onu hər adam Bəli, zil oxuya bəli. bilməz. Yəni Bəli. onun öhdəsindən o gəldi. Bəli. Düzdür, biraz ritmə girə Həyəcandır, bilmədi, birinci bəzi gündür. ritmlər Olar. oldu. Bu xanımda da biraz xariclik oldu, amma super. Səbuhin özü, bu uşaqlar maşallah, əla. Çox sağ olun. Alqışlayaq. Təşəkkür edirəm. Bunların Siz hamısına. tərəfdən sevilmək möhtəşəm. Çox sağ olun. Buyurun, buyurun. Bir dəqiqə. Mən elementar bir balaca bir kiçik bir cüzi bir şey deyəcəm sizə bir yazar olaraq. Yəni ki, yazılış ayrıdır, oxunuş ayrıdır. Oxuyası çox demə. Ona görə bu mahnılarını oxuyan mən bu studiya aparmıram. Bax belədir, bax belədir. Sənin üçün, mən sənin üçün. Necə desin? Baxın. Necə desin? Bəli. Necə desin? Danışır çünki xanım gözəl oxudu, çox gözəl oxudu. Ümumiyyətlə ifaçılar bir-birindən gözəldir. Maşallah. Gözə Var olun. gəlməsin. Var olun. bir də Nurana xanım, Gülnar xanım, nəzərinizə çatdırım 6 dəqiqə 47 saniyə. Aha, bilmirəm. Yəni Çox oldu, çox oldu. Bir 6 bəs dəqiqə idi. 46 Bir saniyə. balaca muğam Bir saniyə göstərə bilərdim. Məncə orada. Elçin Yox, müəllim ikinci birinci qrup verilişdi yerdə də, balaca olmalıdır muğam. da bu. bir də mən çox üzr istəyirəm hamınızdan, çox xahiş edirəm, rica edirəm. Oxuduğunuz mahnının müəllifini, sözlərin müəllifini mütləq deyin. Çox xahiş edirəm sizdən. Doğru. Musiqiçilərimizi salamlayaq, çox xahiş edirəm. Eşq olsun sizə. Ötən dəfə də diqqətdən kənarda qaldı, vaxtımız məhdud olub. Elnur başda olmaqla qardaşımız Qarbon ifadəsi bugün qatılıb bizə. Təşəkkürümüzü bildirir Elnur sizə, yaxşı ki varsınız. Heydər, maşallah. Çox gözəl ifa edirsiniz, çox gözəl müşayiət edirsiniz. Təşəkkürlər. İsmail Cəbrayıloğlu ilə davam edirik. 13 nömrəli bizim iştirakçımızdır. Buyursun. Axşamınız xeyir olsun, dəyərli bizi televiziya qarşısından izləyən tamaşaçılar, dəyərli münsiflər, musiqiçilər, iştirakçı yoldaşlarımız, hər birinizi salamlayıram. Dünən mənim anam Sonanın ad günü idi, bacı qızım Tərlanın ad günü idi. Bu gündə mənim gözəl, Mən elə bu gündə mənim gözəl xalamın, Bizim əziz Nüşabə mamaşamız xalamın Sona ad xanım tort günüdür. gətirməyib bizə, tort gətirməyib bizə. Görürsünüz Gətirərəm, sınavımızda. problem də. Yaxşı, Nüşabə xala bizi qonaq çağıracaq. Bu gündə mənim gözəl xalamın, Nüşabə xalamın ad gündür. Amma o problem də, mən gözüm istə, gətirərəm. Keçək mahnıya. Buyurun. Keçək mətləbə. Məndən uzaq gəzən göysən, yaman könlümə düşmüsən. Ürəyimi yüzən göysən, yaman könlümə düşmüsən.
Yüreğimi üzen gözler, yaman könlüme düşmüşsen. Yüreğimi üzen gözler, yaman könlüme düşmüşsen. Dağlar kar isteyen kimi ay güzel, dağlar var isteyen kimi ay güzel, Təsdən al isteyen kimi ay güzel, yaman könlüme düşmüşsen düşmüşsen. Şirin canımın al keçərəm ay güzel, Allah'ıma al içərəm ay güzel, sevincə kipkən biçərəm ay güzel, yaman könlüme düşmüşsen düşmüşsen. Könlüme ya düşmüşsen ya, yaman düşmüşsen. Könlüme düşmüşsen, yaman düşmüşsen. Gören sənə mələkliyi, çəmən deyil çiçəkliyi. Mən demirəm ürəkliyi, yaman könlümə düşmüşsən. Mən demirəm ürəkliyi, yaman könlümə düşmüşsən. Mən demirəm ürəkliyi, yaman könlümə düşmüşsən. Dağlar kar isteyen kimi ay güzel, dağlar var isteyen kimi ay güzel, Təsdən al isteyen kimi ay güzel, yaman könlüme düşmüşsen düşmüşsen. Şirin canımın al keçərəm ay güzel, eşkinizə al içərəm ay güzel, sevincə kipkən biçərəm ay güzel, yaman könlüme düşmüşsen düşmüşsen. Könlüme düşmüşsen, yaman düşmüşsen. Könlüme düşmüşsen, yaman düşmüşsen. Könlüme düşmüşsen, yaman düşmüşsen. Könlüme düşmüşsen, yaman düşmüşsen. İsmail, dost qohumlar demirlər ki, Soluslara yaman düşmüsən ha İsmail. Nə bəxtin gətirir. Bir də İsmail, sən özün həyatda çox gülərüz adamsan. Mahnını elə ciddi oxuyursan. Könlümə düşmüşsən. Elçin müəllim, sizə bir şey deyim. Üzr istəyirəm. Bu mənim paxotdan belədir, mənim tütün sortum budur. Amma benim gülərüzsən axı, qadam olarak. O üstünə biraz gülüş ver. Yəni o mahnının biraz xarakterinə uyğun bir hərəkət eləmək lazımdır. Əsən mənim oxuydu, çöndün elə baxdın ona ki, Əsən mənim qoxdu mikrofonu qoydu yerə. Mikrofonu qoydum yerə. Yox, bir söz deyim, valla mən 30 ildə oxuyuram elə. Sözlərini, bəstəkarın adını deməyi yaddan çıxartmayın, çox xahiş edirəm. Baş, mənim gözüm istər. Oldu, sağ ol. Belə qısa aradan sonra birlikdəyik tamaşaçılarımız. Əziz tamaşaçılarımız, bir daha bizə qoşulan tamaşaçılarımıza axşamınız xeyir olsun söyləyirik. Mərməzilərin bugün Solo Star 3 istedadlar yarışına qatılan bizim istedadlı gənclərimiz, mən onların hər birinə gənc deyirəm. Çünki qəlbi o sevgi dolu, mahnı dolu, şeir dolu olan insanların yaşına baxmayın. Onlar hər zaman bütün yaşlarda gəncdirlər. Onların da hər biri gəncdir və bugün Solo Star yarış iştirakçıları sizinlə tanışlığa gəliblər mərməzilərin. Bugün onların tanıtımıdır. Biz artıq neçə nəfərin ifasını? 5 nəfərin ifasını dinlədik və növbədə Adəmin ifasını dinləyəkmi hörmətli münsiflər? Adəm İpəkçi bizim 12 nömrəli iştirakçımızdır. Xoş gəldiniz Adəm Bey. Efendim herkesin akşamı hayır olsun. Akşamınız xeyir. Selamlıyorum özellikle MTV kabağında bizi izleyen değerli izleyicilerimizi ve değerli münsifler heyetini, jüri üyelerini selamlıyorum. Ben buradan salam göndəriblər. Türkiye'mizden sizlere bol bol selamlar var. Bol bol selamlar var.
Özellikle şu anda benim doğduğum şehir Iğdır'daki Iğdır'a Azeri selamlar. kökenli vatandaşlarımızın hepinizin selamı var. Ben buradan ufak bir selam söyleyebilir miyim izniniz Buyurun, olursa? buyurun. Şu anda ekranı başında ben izleyen küçük 2 tane hayranım var. Aha. Biri Güneş, biri de Mansur. Güneş, Onlara selam Mansur. söylüyorum ve buradan bile sonra da selam söylüyorum ayrıyeten. Yiğitler diyarına, şehitler diyarına. Ayrıyeten de bütün şehitlere, bu arada bir şey daha diyeyim. Bütün şehitlere Allah rahmet etsin. Amin, amin. Siyaset yapmayı sevmem ama şehitler ölmez, vatan bölünmez. Bəli. Biz bir bütünüz. Bəli. Biz bir bütün olacağız. Teşekkürler. Güzel bir Türk halk müziği Malatya yöremize ait, Türkiye'nin Malatya yöresine ait güzel bir türkü. Türkü. Uyan sunam uyan derin uykudan. Buyurun. İnşallah beğenirsiniz. Şafak söktü yine sunam uyanmaz, hasret çeken gönül derde dayanmaz. Şafak söktü yine sunam uyanmaz, hasret çeken gönül derde dayanmaz. Bir ırmaktan sızlasın için, uyan sunam uyan uyan derin uykudan. Dilerim Allah'tan sızlasın için, uyan sunam uyan uyan derin uykudan. Çektiğim gönül elinden, usandım gurbet elinden, hiç kimse bilmez halımdan. Uyan sunam derin uykudan. Çektiğim gönül elinden, usandım gurbet elinden, hiç kimse bilmez halımdan. Uyan sunam derin uykudan. Bunca diyar gezdim gözlerin için, niye güldün bana el sözü için? Bunca diyar gezdim gözlerin için, niye güldün bana el sözü için? Dilerim Allah'tan sızlasın için, uyan sunam uyan uyan derin uykudan. Dilerim Allah'tan sızlasın için, uyan sunam uyan uyan derin uykudan. Çektiğim gönül elinden, usandım gurbet elinden, hiç kimse bilmez
Ne yapıyorsun ya? Çox gözəl. Nurani xanım, bu musiqi Aşıq Veysəl yaradıcılığına dayanır. Çünki onun janrı səhv eləmirəmsə. Çünki Aşıq Veysəl birisi də Qopuzda gözəl bəstələr yazmışdı. Təşəkkür edirəm, amma akapella biraz oxudu onu musiqisiz. Hamı elə biləcək. Valla mən bu boyda illərin fonogramdır. Radioya qulaq asıram. Mən elə bildim fonogramdır. Hə, tamaşaçılarımız, elə bildim radiodan dinləyirəm. Həmin kökdən. Bunca diyar gezdim gözlerin için. Niye güldün bana el sözü için? Dilerim Allah'tan sızlasın için. Uyan sunam uyan uyan. Derin uykudan. İbrahim Tatlıses həmişə deyir ki, Allah bəlanı verməsin. Gülnara da dedim, sənə də dedim, verməsin amma. Möhtəşəm, sağ olun. Teşekkür ediyorum. Hepinize ben teşekkür ediyorum. O kadar güzel arkadaşlar, o kadar mükemmel sesler var ki. Bundan önce solo bir star 1-2 nasıl geçti bilmiyorum ama bu solo star 3 vay vay vay. Mükəmməl səslər çoxdur, amma Nuranə Gülər bir dənədir də. Nuranə Gülər bir dənədir, siz çoxsuz. Mükəmməl səslər böyük çoxdur. Bu yarışmaya katıldığım için inanın son derece mutluyum. Çok gurur duyuyorum. İyi ki de bu yarışmadayım. Təşəkkürlər. Və əziz tamaşaçılarımız bizim bugünə 11 nömrəli iştirakçımız Sənan Əhmədovun ifasını dinləyəcəyik. Sənan bəy, siz hazırlaşana qədər mən də sponsorlarımıza təşəkkürlərimi bildirim. Əziz valideynlər, sizin diqqətinizə çatdırmaq istəyirəm Uşaq İnkişaf Mərkəzini. Əgər övladınızda autizmlə bağlı bir problem yaşanırsa, eşitməsində, nitqində, danışığında hər hansı bir problem hiss edirsinizsə, qüsur hiss edirsinizsə, yaşıtlarından geri qalırsa, əqli inkişafında nəsə bir problem hiss edirsinizsə, mənim əzizlərim, vaxt keçirmədən Uşaq İnkişaf Mərkəzinə müraciət edə bilərsiniz. Uşaq İnkişaf Mərkəzi dünyaca məşhur olan və 20 ildən artıq fəaliyyət göstərən Beer David Mərkəzinin Bakıda açılan bir filialıdır. Bu filiala rəhbərlik edən Uşaq İnkişaf Mərkəzinin təsisçiləri, eyni zamanda Beer David Mərkəzinin təsisçiləri olan David Eyxel və Yosifa Eyxeldir. Hər iki mütəxəssis 20 ildən artıqdır ki, bu sahədə ixtisaslaşıblar və bugün onlar Bakıdadılar mənim əzizlərim. Siz müraciət edə bilərsiniz. 055-627-37-70 diqqətinizə çatdırım ki, bizim proqramımızın adından, şəxsən mənim adımdan, Nuranə Gülər adından müraciət edən bütün ailələrə müayinələrdə və müalicələrdə xüsusi endirimlər olacaq. Bax, buna görə dərin təşəkkürümü bildirirəm Yosifa və David Eyxellərə. Sağ olun, var olun, minnətdaram sizə. Bu az təminatlı xüsusi olaraq ailələrin övladlarına yardım edirsiniz, dəstək olursunuz. Çünki bu müalicələr uzun müddətli çəkir əziz tamaşaçılarımız. 1 ayın, 2 ayın müalicəsi deyil. Bəzən bu müalicələr illərlə sürür və sözsüz ki, maddi dəstəyə hər zaman ehtiyac var. Bax, elə buna görə də sizə minnətdarlığımı bildirirəm ki, bir çox ailə bizim proqramımızın adında müraciət edib və siz onları nəinki endirimlər, hətta təmənnasız belə artıq müayinə və müalicələrinə başlamışsınız. Minnətdaram sizə. Və davam edirik, mənim əzizlərim, Sənan Əhmədovun ifası ilə. Sənan, buyurun, xoş gəldiniz. Salamlayıram, mən də efir qarşısında əyləşən tamaşaçılarımızı, müziklərimizi, hər birinə təşəkkür edirəm, Nuranə xanımıza təşəkkür edirəm, bağlası, dəstəksiz, Allah sizləri var eləsin. İştirakçılara hər birinə uğurlar arzu edirəm, Allah sizləri var olsun və mahnımızla başlayaq. Buyurun. Bakışları ölürüm ömrüm, üzülürsen üzülürüm, yaprak gibi dökülürüm ömrüm. Baksaydın sana benim gözüm, aksaydın sana nasıl bir şeysin inanamazdım. Nasıl bir şeysin inanamazdım.
benim gözüm. Baksaydın sana benim gözüm, baksaydın sana Sen de severdin, dayanamazdın. Sen de severdin, dayanamazdın. Ömrüm, ay bakışlarına ölürüm ömrüm. Üzülürsen üzülürüm, yaprak gibi dökülürüm ömrüm. Ömrüm, ay bakışlarına ölürüm ömrüm. Ay üzülürsen üzülürüm, yaprak gibi dökülürüm ömrüm. Seni senden çok sevdim. Seni, ben var ya, ben sana ömrümü verdim. Ben sana hayatımı verdim. Senin değil ömrüm. Ah, dünyanın çekilmez sensiz. Dünyanın çekilmez sensiz. Bir yudum suyu içilmez sensiz. Bir yudum suyu içilmez sensiz. Sıratı köprüsü geçilmez sensiz. Sıratı köprüsü geçilmez sensiz. Mahşerde ismini ismime yazdım. Mahşerde ismimi ismime yazdım. Teşekkür ederim. Ay bakışlarına üzülürsen üzülürüm, yaprak gibi dökülürüm ömrüm. Ömrüm, ay bakışlarına ömrüm. Ay üzülürsen üzülürüm, yaprak gibi dökülürüm ömrüm. Ömrüm seninle. Ay bakışlarına ölürüm ömrüm. Üzülürsen üzülürüm, ah yaprak gibi dökülürüm ömrüm. Bravo. Beni seviyorsun, Asla beni bunu seviyorum. sen de biliyorsun. Neden beni aramıyorsun? Yalan değil. Ah, Ben seni bir anlık değil, bir ömür boyu ararım. Soluslar umrumda değil. Ben gittim. Teşekkürler. Diğer mikrofonlar. Və bəli, təşəkkür edirəm. Elxan müəllim sizə, Nurhan xanım sizə hər birinizə təşəkkür edirəm və efir qarşısında əyləşən tamaşaçılarımıza və mən Qarabağlardan, Laçın, Şuşa, ümumiyyətlə Qarabağ bölgəsindən, ümumiyyətlə bütün ölkəmizdən dəstək gözləyirəm və mən sana Laçınlı belə bu qədər. Təşəkkür edirəm. Sağ olasınız. Teşekkürler. Buyurun əyləşin. Proqramımızın son dəqiqələridir əziz tamaşaçılarımız və dəyərli bizim münsiflər heyəti. İndi əhval-ruhiyyəniz necədir? Rəsmiyə xanım, bu son dəqiqələrdə sizdən də bir şeir istəyəcəyik. Şahik müəllim, necəsiniz? Valla mən yaxşıyam əslində. Elə bir ki, konsertə gəlmişsiniz də birinci. Bəli, çünki bilirsiniz niyə? Niyə? Elçin müəllimlə İlxan müəllim burada təzədirlər. Ona görə mən onlara imkan verirəm ki, danışsınlar. Veriliş boyunca imkan vermədilər, mən ağzımı açam, fikir bildirəm, sözümü deyəm. İndi icazə verirsə, hörmətli münsiflər, mən sözümü deyim. Əgər...
Buyurun Şahid Əhsən müəllim. müəllim də onların köyünə gedir də belə. Yox, təbii ki bu bir zarafatdır. Hər bir Buyurun. iştirakçıya uğurlar arzulayıram. Keçən Solostar 2-də də Nuranə xanım hər bir iştirakçının öz tamaşaçı var idi. Hər bir iştirakçının da öz repertuarı var idi. Səsinə düşən mahnıları ifa edirdilər, belə deyək də. İstər bəstəkar, istər xalq mahnıları, istər muğamları. Bayaq İlxan qardaşım çox doğru vurğuladı ki, dəyərli münsiflər ki, hər bir iştirakçı reglamentə birinci növbədə, birinci qaydada fikir verməlidir ki, 3 dəqiqəni keçməmək şərti ilə və hər hansı bir istər mahnını oxuyursunuzsa, kim ürəyi istəyirsə orada bir parça muğam ifa etsin, qısa şəkildə. Çünki 4-cü gündə inşallah o birisi iştirakçılar ifa edəcək. Təbii ki, biz onlara da bu tövsiyələri verəcəyik. Bir daha hər birinə uğurlar arzulayıram, amma mənim üçün bugünkü belə deyək də, Solosların ilk günündə, 3-ün ilk günündə mənim üçün ifası gözəl olan Gülnar xanım oldu. Mənə görə gəlir ki, o mahnı onun şah əsəri oldu bugündən sonra. Hər birinə uğurlar arzulayıram. Təşəkkürlər. Bir şeir istəyəcəyik son dəqiqələrimizdir. Dəqiqələri deyin mənə zəhmət olmasa. Şeir istəyirik. Bax, 2 dəqiqəmiz var. O 2 dəqiqədən də istifadə edib şeir istəyirik. Şeir. Buyurun. Bu istedadlı insanlara birər hamıma çox uğurlar arzulayıram. Çox sevinirəm ki, bugün buradayım və sizlərlə bərabərəm. Çox böyük zövq aldım. Təşəkkür. Buyurun. Bir gün qəlbin sıxılacaq. Qəfil xəbər səni sarsıdacaq. Gözlərin yaşla dolacaq. Yoxluğumu biləcəksən. Bir gün kədər qəlbinə yağacaq. Gözlərin yaşla dolacaq. Ürəyin elə sıxılacaq. Yoxluğumu biləcəksən. Bu dərd səni çox əyəcək. Bizi sevməyənlər sevinəcək. Ürəyin, qəlbin elə üzüləcək. Yoxluğumu biləcəksən. Düşəcək yadına nələr, xoş gülüşlər, o şən günlər. Gülməyəndə bax o gözlər, yoxluğumu biləcəksən. Bu yoxluğu görə-görə yaşayaraq öləcəksən. Bu yoxluğa yana-yana sən Elxan qədrimi biləcəksən. Sən qədrimi biləcəksən. Təşəkkür, minnətdaram. Sirlə dolu olur bəzən gecələr. Ruhumuzu oxşar hərdən gecələr. Bəzən pıçıltıyla, sevgi ilə dolu. Bəzən də həsrətlə inlər gecələr. Yenə də qar yağır sənsiz şəhərə. Bölük-bölük olur xatirələrim. Mənə hər yeni il hədiyyəsidir. Yağan qar, sənsizlik əlim. Bağıma basıram sizin hər birinizi. Musiqiçilərimizə möhtəşəm bir alqış istəyirəm. Və o piyanonun sədaları altında sizinlə sağollaşırıq əziz tamaşaçılarımız. Buyurun. İstedadların yarışı Solo Star.